Balaca, bu günlər meşimə kömək eləyənməmişəm. Nə ürəyim sıxılır. Boz tapdım, Ne tapdım. oldu? Bir tane görüm kimi tapdı. Siz mənə tapşırıq vermişsiniz ha, hər gün imkanı olmayan adamları tapaq, kömək eləyək deyə. Əkiz qardaşlar tapmışam, bu gün də ad günləridir. Amma çox kasıbdılar, heç vaxt ad günü qeyd eləməyiblər. Bəlkə bu gün onları sevindirək. Sevindirək də niyə sevindirmir? Balaca. Ma bax, biz həmişə hansı restoranda oturub yemək yeyirdik. Şefmud boz. Ağaçda bax, ora yığırsan, deyirsən Ali qalx daha gəlir. Bir qəşəng süfrə açsınlar, ad günü qeyd eləyəcək. Sən də get, əşli qardaşları tap gəl, tezə gəl. Boz, dediyiniz kimi əkiz qardaşları gətirdim. Bu nə də, belə ikiz olur hə. Alqaxtayı, biz yumurta əkiz deyilik. Yumurta demişəm, ürəyim yumurta istədi. Oradan mənim afisiyantıma deyin, 2 dənə yumurta gözün gəlsin. Hələ yumurta istəmişdiniz, başqa nə gətirim sizə? Heç nə lazım deyil. Sən bu set haqqında mənə məlumat ver görəm. Müəllim, bu bizim ad günü setimizdir. Setimizə bunlar daxildir. 2 şiş lülə, 2 şiş tikə, 2 şiş toyuq, 1 şiş antrikot, 2 şiş toyuq qanadı, 2 şiş toyuq lülə, 4 ədəd pomidor kababı, 2 şiş kartoşka lüləsi, 2 ədəd saç, 1 pizza, 2 düyü, 2 firi, 2 lahmacun, 2 mimoza, 2 paytaxt salatı, 2 turşulu pomidor salatı, 2 çoban salatı, 2 acika, 2 ağ pendir və 1 ədəd kompot. Müəllim, bu setimizin qiyməti cəmi cümlətanı 115 manatdır. Necədir? Məndən niyə sorsan? O boyda xəfiyyə tutmuşam. Xəfiyyə nətərdir? Boz, Xristaka kalana məsləhətləşdim. Deyir ki, nə belə bir set görmüşəm ömründə, nə də ki, kəşf eləmişəm. Ay sağ ol, belə sedə dollar səpərlər. Əlbətinin yox sayı, partladı Ali qalxdayı, bu səpir Ali qalxdayı.